Salam, xoş gördük hər birinizə, əziz izləyicilər. Son paylaşdığım videolardan sonra mənə belə bəlli oldu ki, bir çox həkimlər xəstələrin xəstəliklərinin yalnız nəticələrini müalicə edirlər. Çünki xəstələr özləri vurğulayırlar. Məsələn, biri deyir ki, məndə B12 vitamini əksikliyi var və mən məcburam onu ildə 2-3 dəfə qəbul etməyə. Əzizlərim, öncəliklə gəlin görək, xəstəlik nədir? Xəstəlik bir qrup klinik əlamətləri, simptomları özündə birləşdirən orqanizmin patoloji bir halıdır. Və bir xəstəliyin səbəbi var. O, yəni xəstəliyi törədən bir səbəb var. Xəstəliyin səbəbindən dolayı xəstəliyin əmələ gəlməsi üçün keçdiyi bir yol var. Ona deyirik xəstəliyin patogenezi və xəstəliyin nəticəsi var. Hansı ki, həmin nəticədə də simptomlar ortaya çıxmağa başlayır, xəstəliyin əlamətləri. Xəstəliyin səbəbi, xəstəliyin yolu, getdiyi inkişaf mexanizmi və xəstəliyin nəticəsi. Səbəbinə deyirik, xəstəliyi törədən səbəbə deyirik, etioloji səbəb. Etioloji səbəb, yəni xəstəliyi törədən səbəb. Xəstəliyin gedişatına, yəni formalaşmasına qədər gedən yola deyirik, xəstəliyin etiopatogenezi. Yəni etiologiyasından formalaşıb, gəlib formalaşma yoluna qədər və ya patogenezi deyirik. Və xəstəliyin əlamətlərinin ortaya çıxması xəstəliyin klinikası deyir. Yəni klinikası ortaya çıxdı. Misal, qrip xəstəliyi və ya qızılca xəstəliyi, fərqi yoxdur, virus ən rahat izahı virus infeksiyaları, ümumiyyətlə infeksiyon xəstəliklərdədir, sadə dillə izahı. İnfeksiyon xəstəliyi törədən bir mikroorqanizma var, bu virus ola bilər, bakteri ola bilər, göbələk ola bilər. Məsəl, hansısa bir xəstəliyin inkişafı, misal deyək, qrip olmuşsunuz, qripin patogenezində nədir? Virus orqanizmə daxil olur, hüceyrənin içərisindən burun qaşınır, boğaz qaşınır falan, bunların hamısı xəstəliyin gedişatıdır. Sonra qızdırma, öskürək falan ortaya çıxır, bu da xəstəliyin klinikasıdır. Və bütün bu üç mexanizmi bilən hər bir ağlı başında həkim xəstəni müalicə eləyəndə, bəli, bir qrup xəstəliklər vardır ki, hələ elmə bəlli deyil onun səbəbi. Biz o xəstəliklərə deyirik idiopatik səbəblər. Yəni, məsələn, hipertansiyon xəstəliyi, yüksək təzyiq xəstəliyinin 95% hallarda səbəbi bəlli deyildir. O, bugün elmə bəlli deyildir. Bəlkə sabah bəlli olacaq, amma bugün tibb sahəsində o bəlli deyildir. İdiopatik hipertoniya deyə adını qoymuşuz, çünki bizə bəlli deyildir. Amma bir vitamin əksikliyi niyə var? Onu bilmək çox asaddır axı. Niyə? Bu vitamindir. Bu bizim orqanizmamızda azdır. Niyə azdır? Ya bu qəbul olunmur, ya da qəbul olunduğu o yolda, traktda bir problem var bunun sorulmasında və ya sərfiyyatı çoxdur. Bunlardan biridir. Bu çox asan bir sualdır bunu tapmaq. Və müalicələr.